Mənim anam mənə zəng eləsin, desin ki, mənim axşam səninlə ciddi söhbətim var. Məni soyuq tər aparacaq. Amma mən bunu burada deməyə niyə çəkinmirəm? Bu da mənim bir tərəfimdir. Mən kəmalə olaraq bütün proqramlarımı özümdə sıfırlasam, hər şeyi mükəmməl eləsəm ki, eləyə də bilmərəm, düzdürmü? Buna mənim həyatım getmir. Mən onda kəmalə olmaram axı. Mənim orada deməli mənim o anadan alacağım var ki, bəzən bir də görsən zəng edir ki, mənim axşam mən əvvəl məsəl üçün mən harasa gedirdim, mənim anam zəng edirdi. Hardasan? Falan yerdə. Axşam gələrsən, səninlə söhbətim var. Çox. Həmin günü mənim həyatım məhv oldu. Yekə adamam, yəni övladım da var, artıq anayam. Mənim artıq həyatım məhv olurdu. Bir də ki, bizim kimi xanımların, qızların hər zaman analarımızı qane etmək kimi bir borcumuz var sanki. Anamızı xoşbəxt eləmək.